Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Artıq bugün magistraturaya qəbul imtahanının ikinci cəhdi də yekunlaşdı və hər biriniz az-çox nə qədər bal topladığını bildiniz. Qısa formada bugünkü imtahandan danışmaq istəyirəm, çünki tələbələr çox deyir ki, müəllim, bugünkü imtahan hansı səviyyədə olub? Bugünkü imtahandan xarici dil orta səviyyədə olub, yəni birinci turda necə düşmüşsünüzsə, təxminən o səviyyədə düşmüşdü. Əlbəttə ki, bunu xarici dil müəllimlərindən belə deyə öyrəndim fikirlərini. İnformatika və məntiqə isə birəbir suallarla tanış oldum özüm. İnformatika elə birinci turdakı kimi, hətta deyərdim daha asan formada düşmüşdü. Yəni demək olar ki, yeni tipdən heç bir sual yox idi. Bütün suallar daha əvvəl qəbul imtahanlarında ya da test toplularında olandı. Həmçində 90 sınaq kitabından da bir neçə sual, hətta demək olar ki, 20-yə yaxın birəbir sual bugünkü qəbul imtahanında düşmüşdü. Yəni informatikanın səviyyəsi məncə kifayət qədər rahat idi. Tələbələrin nəticələri də bunu göstərir. Məntiqə gələndə isə məntiqdən tələbələrin nəticələri birinci turla daha yaxındır. Hətta deyərdim ki, informatikada nisbətən artım varsa, məntiqdə bir balaca belə deyək aşağı olma ehtimalı var. Çünki kifayət qədər yorucu suallar var idi. Ümumilikdə götürəndə əlbəttə məntiqdə də təkrar suallar var idi. Rahat suallar da vardı. Amma sizləri yoracaq bir neçə sual da var idi. Xüsusilə faiz məsələsi, yəni yaş və faizlə bağlı olan bir məsələ var idi. Açıq suallarda da kifayət qədər düşündürücü suallar var idi. Həmçinin blok sualına ilk dəfə olaraq rebus salınmışdı. Demək olar ki, kifayət qədər çətin bir həll qaydası var idi. Yəni məntiq kifayət qədər belə deyək, vaxt aparıcı saymaq olardı. Bir neçə sualı deyək ki, o bir neçə sual bir xeyli vaxtınızı aparardı. Tələbələrin isə ən çox gözlədiyi nədir? Müəllim, ballar barəsində danışın. Danışın görək bu ballar qalxacaq, yoxsa enəcək, yoxsa sabit qalacaq. Baxın, hər biriniz yəqin ki, belə deyim, artıq bu videoya baxırsınızsa, 40 və ya 45-in üzərində bal yığmışsınız. Ümumiyyətlə, bunu deyim əvvəlcə, humanitar yönümlü ixtisaslarda 45-50 arasında seçə bilərsiniz. Yəni, 50-dən yuxarı yığanlar seçə bilər, 45 MBA seçə bilər. Bəzi ixtisaslar var ki, sən bunlara texniki ixtisaslar aiddir və yaxud da təbiət elmləri ilə bağlı ixtisaslar aiddir ki, onlar 40 balın üzərində də deməli bal toplayıbsa, 40-45 aralığında bal toplayıblarsa, onlar da ixtisas seçimində iştirak edə biləcək. Və əlbəttə ki, yenə deyirəm, ən çox verilən sual müəllim ballar artacaq yoxsa azalacaq, sabit qalacaq. Siz bunu indidən bilə bilməzsiniz. Nə də heç bir müəllim indidən bunu bilə bilməz. Ümumi nəzər yetirəndə keçənki imtahanlar səviyyəsində düşmüşdü deyə ballarda ciddi artım nəzərdə tutulmur. Amma tam olaraq ballarda artım olacaq və yaxud olmayacaq, bunu necə müəyyən edəcəksiniz? Dövlət İmtahan Mərkəzi hər imtahandan sonra, indi 2 həftəmi sonra, yoxsa bir ayımı sonra ixtisas seçiminə yaxın da ola bilər, ixtisas seçimindən bir xeyli əvvəl də ola bilər. Deməli, statistikanı açıqlayır. Statistikada nə göstərilir? Keçən ilin balları, məsələn, belə deyək, keçən ilin tutaq ki, 40-45 arasında bal toplayan neçə nəfərdir? Cari ildə, yəni bu ildə neçə nəfərdir? Məsələn deyirəm, tutaq ki, keçən il 45-50 bal arası toplayan 1000 nəfərdir, bu il isə 1200 nəfərdir. Demək, artıq bal qalxa bilər, çünki daha çox adam 45-50 arası yığıb. Məsələn deyirəm, yenə deyirəm, hələ belə bir statistika cədvəli açıqlanmayıb, açıqlanacaq. Və yaxud da baxırıq ki, tutaq ki, keçən il 60-65 bal aralığında tutaq ki, 600 nəfərdir, bu il isə deməli 400 nəfərdir. Deməli o zaman azalma, həmin bal aralığında azalma müşahidə oluna bilər. Mənə də gəlir ki, ballar bir-birinə, yəni statistika onu göstərəcək, kifayət qədər bir-birinə yaxın olacaq, ciddi bal artımı olmayacaq. Yəni olsa da bəzi ixtisaslarda ola bilər, amma yenə deyirəm, həmin o statistika cədvəli çıxan kimi mütləq onu da sizlərlə paylaşacağam. Hansı bal aralıqlarında ciddi artım olacaqsa və yaxud da hansında demək olar ki, bərabər qalıbsa, onların hər birini sizlərlə paylaşacağam. Odur ki, nə etməlisiniz? Sizə bundan sonra sadəcə gözləmək düşür və ən çox verilən suallardan da biri olur ki, müəllim, mən hansı ixtisasları seçə bilərəm? Bunun üçün nə etməlisiniz? Magistr 3 jurnalına müraciət edirsiniz. Magistr 3 jurnalında sol tərəfdə sizin bakalavr ixtisasınız yazılacaq və həmin ixtisasa uyğun qarşı tərəfdə ixtisaslaşma yazılacaq. Bu barədə də ətraflı video çəkəcəm. Tutaq ki, deyirəm, ixtisası kimya olan və ya kimya müəllimliyi olan tələbələr həm kimya üzrə ixtisaslaşmaları seçə bilərlər, həm də ekologiya üzrə bəzi ixtisasları seçə bilərlər. Amma bir də ekologiya ixtisası üzrə oxuyanlar isə yalnız ekologiya üzrə ixtisasları seçə bilərlər. Bəli, bəzən də belə bir ədalətsizlik olur. Yəni ekologiyanı həm coğrafiya, həm kimya seçə bilir, amma ekologiyanı bitirənlər yalnız ekologiyanı deməli seçə bilir. Ümumiyyətlə çoxdur, yəni həddindən artıq çox ixtisas və ixtisaslaşmalar var. Hər birinə də uyğun ixtisaslar var.
Ən çox seçilən ixtisaslaşmalar da MBA üzrədir. Qeyd etmək istəyirəm ki, 45 bal və onun üzərində toplayan deməli tələbələrimiz, bal toplayan tələbələrimiz MBA üzrə istədiyi ixtisası seçə bilər. Yəni ixtisas seçimində hər şeyi seçə bilər. Əlbəttə ki, qəbul olub olmamaq artıq bu müsabiqənin gedişatına baxacaq. Və bir də onu qeyd etmək istəyirəm ki, ingilis dili, tədris əgər ingilis dilində davam etmək istəyirsinizsə, 15-dən yuxarı olmalıdır. Yəni minimum 15 ingilis dili olmalıdır. Əlavə olaraq bəzi tələbələr var ki, deyir ki, müəllim, mən istəyirəm ki, ingilis dili, tədris dili olsun və pulsuz oxuyum. O zaman sənin ingilis dilin minimum 20 olmalıdır. Yəni 20 olsa və tutaq ki, deyirəm, psixologiya var ingilis dilində, tədris ingilis dilində. Pulsuz oxumaq istəyirsənsə, o zaman 20 olmalıdır səndə minimum. Zaten biz sistemə girəndə də ixtisas seçimində görəcəksiniz ki, o pulsuz seçəndə deyir ki, minimum bu qədər olmalıdır. Bundan əlavə belə bir sual verirlər ki, müəllim, mən xarici dili, rus dili seçmişəm. Amma tədris istəyirəm ingilis dilində olsun. Mümkündür belə bir şey? Xeyr, qətiyyən mümkün deyil. Əgər siz xarici diliniz rus dilindən imtahan vermisinizsə, o zaman Azərbaycan sektoruna müraciət edə bilərsiniz bu formada. Yəni hələ ki ixtisas seçimi barəsində jurnallar çıxmayıb, jurnallar çıxacaq. Həmin jurnallardan biri Magistr 4 jurnaldır. Magistr 4 jurnalında hər ixtisasa uyğun plan yeri ayrılır, plan yeri göstərilir və ödənişlər göstərilir. İllik ödənişlər göstərilir. O da önəmli bir məqamdır. Bu qədər. Yəni bundan sonra siz əsas müraciət eləyəsiniz Magistr 3 və Magistr 4 jurnalına. Odur ki, hər birinizə indidən uğurlar ixtisas seçimində görüşənədək. Ona qədər isə dincəlin. Bir balaca əlbəttə ki, əksəriyyətiniz 4-cü kursunuz, tədbirləriniz var bilirəm, universiteti bitirirsiniz. Yaxşı bir şəkildə hazırlaşın, universitetin son həftələrinin dadını çıxarın. Hər birinizə uğurlar, görüşək.